şəkər, tuzu. Qaşığı kabartma tozu və vanil. Karıştırandan sonra ələkdən, nə bilim indi nə deyirsiniz, oy. Mən bir dəfə bu resepti paylaşmışam. Mən bunu paylaşdım. Amma bir çox xanımlarıma çox pis olurdum da, hətta onu oxuyanda. Bir çox xanımlarımız mənə yazdılar ki, siz buna Obalex atıbsınız. Obalex bilmirəm. İndi bir çox şirniyyatçılar, bu tort bişirənlər daha yaxşı bilir. Ona Obalex bir maddədir, hansı ki atırsınız. Bir çox sexlərdə ondan istifadə edilir. İndi bizdə ev şirniyyatıdır, biz istifadə eləmirik. Bir də dadı qəribə olur. Obalex istifadə edirsiniz, demirsiniz. Amma həqiqətən də Obalex istifadə eləməmişdim. Çox da gözəl düşmüşdü. Çox pis olmuşdum. Bir çox xanımlarımız, hətta şirniyyat pişirən xanımlarımız belə yazdı. Deyirəm ki, eyni işi görürük. Deməli ki, özü Obalexdən və ya da hər hansı bir maddədən istifadə edir ki, o inanmır mənə. Götürüb yazıb ki, siz burada Obalexdən istifadə eləmişsiniz. Amma demirsiniz. Halbuki elə deyil. Elə bax, bu deyil. Bunu mən sizin gözünüzün qabağında paylaşacağım da. Nəm haqqıma girdilər həmin vaxtda. Çox pis olmuşdum. Halbuki bu, bax, bu indi paylaşacağım sizinlə. İnşallah qismət olsa, axşamın bunu mən paylaşacağım. Evdə özünüz hazırlayacaqsınız. Qəşəng bayramlardır falan. Uşaqlara tort pişirə bilərsiniz, sexdən almadan. Həm çox ucuz başa gəlir, həm çox yaxşı reseptdir. Həqiqətən yəni yaxşıdır. Rahat-rahat da pişirə bilərsiniz, heç nə olmayacaq. Deyim ki, yarım saat mikser işlədəcəksiniz. Yox, onu mən də eləyirdim. Yarım saat mikser. Həmin reseptdə yarım saat mikser istifadə eləmişəm. Amma bunu da öyrənəndən inanırsınız, canım qutardı. Və Obalexin bir xüsusiyyəti var. Obalex istifadə eləyəndə uzağı 2 dəqiqə çalırsınız. Çox iyi. Yəni mikserdə 2 dəqiqə fırladınız, şişir bu boyda olur. Mümkünü də deyil ki, yəni ay o yatsın, neynəsin. 5 yumurtanı eləyəcək sizə 10 yumurta, nə bilim 15 yumurta, belə bir şeydir. Ne yapıyorsun? Bir dəfə almışam, görüm hələ necə bir şey var. Ne yapıyorsun? Nə yapıyorum? Hoş geldin. Hoş. Ötersin. Aşkım benim. Özümüze Hı? Özümüze ne var? Özüm. Niye? Qabaqdan sevgililər günü gəlir. Bəlkə mən də aşklarıma, bebişlərimə bir tort pişirirəm. Nə deyirsən? Siz mənə pişirin də ya da bax iki bəyin bir xanımı var, necə deyirlər. Ben çekiş pişirebilirim. Keks pişirə bilir. Bax mənim oğluşum mənə keks pişirəcək. Yani senden yanında. Yenə də pul məndən yedi. Böyüyəndə sən eləyərsən də. Yerim uyandım ben. Böyüyəndə mənə hədiyyələr olarsan, qəşəng. Aa, Mən hədiyyə istəyən analardan bacım. Mən bugün açmayacağım galiba. niyə? Ne? Bir dənə sən gitmişdin mənə. İçine alacağım. O bu nə yaxşı, nə capan gəldi. Havalar qızırlar, daha xəstələnmirlər. Havalar kızır, ondan için ben nasıl bitirmek. Tamam mı? Bəlkə deyirəm bərbərə gedəsən, o saçı, başı, Ya hele yok. əl gəzdirəsən. Öyle şeydim. Mən özüm aparacağım ha, belə bu gedişlə. Yo. Niyə nə olmaz. olacaq ki? Yo, hiç soğuk. Niyə nə olacaq ki? Aparmışam, dəfələrlə aparmışam. Balaca uşaq idi, nə? Balaca da deyildi, nə? Elə indi də uşaqsan. Neçə il mən özüm Sen ben apardım. uşaqlıqda var, sen diyorsun. Neçə il aparmışam gör. Oturmuşam bərbərin yanında, təsəvvür edirsiniz bu uşaqları. Ha, bildim anasını. Hə. Bu uşaqların saçını özüm nəzarət eləmişəm ki, normal bir şeydir. İndi mən siz gedirlər, inanırsınız, böyüdülər, böyümədilər. Uşağın saçı Saçma istədiyim kimi. Bizim saçlarımız biraz Saçımın çətin. ortasını yıkadım. Harasan yığasın? Ha. Şey yıkadım, ne boşta oldu. Çok şey oldu. İşitirsiniz, zamanı aşağıdı ya. Mən burada deyirəm. Aydan hiç içmedim. Aydan.
Dayda saç yığmır bala. Ay. Saç yapmır. Dayıların saçı yaşıdır. Ay Allah'ım neşe olmuş. En yaxşı saç baba. Tut bunu. Tut. Benim üstüne. Üzürlü say. Gün olmur, o heç. Amma oğlanlarınıza da məncə öyrədin. Yəni analara da sevgi. Sevgiyə gəlsin çıxsın bu sevgililər günü. Belə deyim də sizə. Səhər saat 7'de durur, məktəbcədən deyir. Sevgililer şu an altımızda düşürür. Nə bilim ay bala, bilmirəm mən o günü heç. Heç bilmədik o günləri. Bilmədik bala. Bir onu bildik elə. Aha. Ana olduq. Çık. Anka. Sapı. Ondan nefesle doğuşur. 5. Ondan olurdu. 5. 10 tane. Saymaq çətin də. Bunlar neçədir? Dənəylə də satıyorlar. Oy. İç töküldü. Yapıştırılırmış. Çok güzeldi bunlara bakın. Bir çoxunda qiymət yazılmayıb bunların. Amma nə giyəydilər. Bilirsiniz nə axtaram? O palma gülləri var. Onlar tək-tək gəlib daha. Onlardan istəyirəm. Çox bəyənirəm belə düzlü, bu rəng önlükləri mətbəxdə istifadə eləməyə. Mamam tikib bunu. Anam bu, bilmirəm, demişəm, deməmişəm, dərzidir. Elə biləm, biraz möhkəm bağlasam, daha yaxşı görsənər. Kökəlmişəm mən yenə, özümə hər baxanda əsəbləşirəm. Bugün su içməyə başlamışam. Səhərdən içdiyim su elə budur, elə bilirəm ki, elə budur olacaq. Çünki çox su içə bilmirəm, mən. İçə bilmirəm, yəni nə qədər eləyirəm, əziyyət verir o su içmək mənə. Sağlam qidalanmaqdır, hə, bunları qəbul elədim, amma bu su içmək zülümdür də. Hə, necədir qızlar? Dünən sədərək turundan sonra, hələ mən indi özümə gəlmişəm. Sədərəyə gedəndə xoşbəxtçilik olur. O ki, qayıdır sana, 3 gün özdə gələ bilmirsən, zülümdür və getdim, bəzi istədiklərimi tapdım, bəzilərini tapmadım. Əgər bayram üçün, yəni dünən sədərək turundan sonra, hələ mən indi özümə gəlmişəm. Sədərəyə gedəndə xoşbəxtçilik olur. O ki, qayıdır sana, 3 gün özdə gələ bilmirsən, zülümdür və getdim, bəzi istədiklərimi tapdım, bəzilərini tapmadım. Əgər bayram üçün, yəni deyəcəm sizə, çərşənbə bayramı üçün və yaxud da nə bilim, Novruz üçün gedəcəksizsə oraya, getməyin, hələ çox tezdir. Mən istədiklərimi tapa bilmədim. Mən kökəlmişəm. İnanırsınız, hər baxanda özümə əsəbləşirəm. Sonra da deyirlər ki, ağrıqlamısan, buron çöp.
Mənim bebişlərimə baxın siz. Mənim bebişlərimə baxın siz. Bu kətan toxumudur. Camaat kətan toxumunu alır ki, pəhrizdə nə bilim sağlamlıq cəhətdən yesə mən göyərdirəm. Yəni sonu bura gəldi. Bu da mənim bebişlərimdir. Bütün günü bunları əzizləyirəm mən. Əzizləyirəm də, yəni bildiyiniz atırmışam. Bunların biri göyərməklərinə baxıram. Güman edirəm ki, yaxşı olacaq. Ən ayrıntısına kimi çəkmişəm bunu. Allah utandırmasın deyim. Sizlə paylaşmaq fikrim var ki, bunu necə eləmişəm. Görək başımıza nə gəlir. Bu arada buranı hər kəs soruşur. Mən də buranı çəkim bir dəfə paylaşım heç olmaya. Belə çox yavaş iş gedir. Bilmirəm niyə. Elə bir ki dayanıblar biraz. Burada elə bilirəm ki yavaş iş gedir. Bir ara inanırsınız necə işləyirdilər burada. Dəhşət dayanmaq bilmirdilər. Mən istəyirdim. Bunu 100 manata, 150 manata belə artıq brend eləyiblər də özlərini. Satan yerlər var idi. Və təmiz kətandan mən yenə vermişəm mamaya modelini demişəm ki, mən bundan istəyirəm. Təmiz kətandan olanlar da çox bahadır. Onlar da elə 100 manat, 50 manat. Yenə deyirəm, o brend olan yerlərdə deyil. Amma belə tikişlə, özün evdə tiksən əgər, çox ucuz başa gəlir. Mamanın çox gözəl əl işləri var. Razı sala bilmirəm. Bir də deyəsən maşını o dərəcə, yəni möhtəşəm işləmir ki, ona bəzi şeylər var, onları tikdirə biləm. Həm də ki, zaman keçdikcə səbri gedir. Mən hələ təsəvvür edirsiniz, mənə şirniyyatları o öyrədibdi. Onun səbrinin yarısını mən belə tutub almışam əlindən. Əgər ki, bu əlinizdən gəlirsə, deməli sizin ona həvəsiniz var da. Çalışın, ona evdə edin. İndi mən bir neçə şey var ki, onu evdə etməyə başlayacağım. İnşallah siz bu gecə gözləyirəm ki, işlərimi qutarım, sifarişlərimi qutarım, uşağın dərslərini, paltarları falan qutarım. Bir neçə işlərim var. Onları qutaran kimi başlayacağım onu eləməyə. Mənim həyatda ən çox istədiyim şey, bir-iki şey var ki, onun kursuna mən getmək istəyirəm. Yəni, biraz qəribə gələ bilər. Bir tablo kursuna, tablo öyrənməyə, tablo çəkməyə, rəsm çəkməyə çox istəyirəm gedim. Mənim buna çox həvəsim var. Adəm mən tort belə hazırlayanda, yəni artıq 5 dəqiqənin içində tortu hazırladım. Əgər sən tort hazırlaya bilirsənsə, deməli ki, onu da eləyə bilərsən. Mən evə tablo hazırlayacağam. Gedib almışam. İndi belə deyim də, Yusif oxuyur, kursa gedir, ya da Toğrul məktəbə gedir, Yusifin kitabları mən imkan eləyib kurslara gedə bilmirəm. Belə deyim sizə, tam belə səmimi deyim sizə. Ona görə Toğrul məktəbə gedir, Yusifin kitabları mən imkan eləyib kurslara gedə bilmirəm. Belə deyim sizə, tam belə səmimi deyim sizə. Ona görə o həvəsimi evdə, yəni çalışacağam ki, öldürüm, belə deyim sizə. Getmişəm, tablo almışam qızlar. Evdə bu gecə işlərimi bitirən kimi başlayacağam tablo hazırlamağa. Mən o tablonu soruşmuşam. Mənə 100-150 manat, 200 manat arasında deyib. Söz yox, mən rəssam deyiləm, nə bilim, bilmirəm, bacara biləcəm, bacara bilməyəcəm, amma bilirəm ki, mən tortu eləyirəmsə, onu da eləyə bilərəm. Bilirəm ki, ötəsindən gələcəm. Bir şeyə əgər bacarırıqsa, niyə onu geri plan ataq ki, evdə öz imkanlarımızla belə biz onu hazırlayıb ortalığa çıxarda bilərik. Evimizin büdcəsinə də çox belə köməkli eləyirsiniz. İndi mənim arzumdur, tablo kursuna gedim. Hələ gedə bilmirəm ki, çünki uşaqlar var. İndi o həvəsimi evdə öldürəcəm və almışam dünən. Bilirəm ki, eləyə biləcəm. Demirəm ki, mən belə o möhtəşəm bir şəkildə eləyərəm, amma bacardığım qədər, öyrəndiyim qədər, girmişəm sosial şəbəkələrdə, YouTube'da, orada, burada, Pinterestdə baxmışam. İnşallah ki, eləyərəm, bu gecə başlayacağım. Çəkəcəm, çalışacağım ən asanlığını edim və çəkim ki, siz də evdə eləyə biləsiniz. Yaxşı alınsa da paylaşacağım, sizlə alınmasa da.